D vitamininin istifadəsində yol verdiyiniz 6 səhv. Birinci səhv, D vitamininin axşam yuxudan öncə verilməsi. Bilirik ki, axşam yuxudan öncə D vitamini istifadə edilməsi uşağın yuxusunun pozulmasına səbəb ola bilər və odur ki, D vitaminini çalışıb günün birinci yarısı istifadə etmək lazımdır. İkinci, D vitamininin dozasını dərmanın üstünə baxaraq həmin dozada istifadə etmək. Bu çox zaman səhv ola bilər, çünki hər bir D vitamininin dozası fərqli ola bilər və uşağa istifadə olunan D vitamininin doza ehtiyacı fərqli ola bilər. Yəni, əgər sizin evladınızın D vitamini normadan azdırsa, biz onu yüksək dozada istifadə etməli ola bilərik və ya D vitamini profilaktik verməliyiksə, belə deyək, dozanı artıq verə bilərik. Odur ki, D vitamininin dozasını körtəbii deyil, həkimlə məsləhətləşərək verməliyik. Üçüncü, D vitamini istifadəsinə ən çox yol verilən səhv, əvvəl istifadə etdiyiniz D vitamininin damcı sayı ilə indi yeni aldığınız başqa preparatın doza sayını, damla sayını eyni istifadə etmək yanlışdır. Çünki sizin əvvəl istifadə etdiyiniz D vitamininin dozasının damcı sayı bir damlada 500 vahiddirsə, siz ona bir damla verirdinizsə, yeni aldığınız D vitamininin 5 damlası 500 vahid ola bilər və siz ona bir damla istifadə etdiyinizdə günlük profilaktik dozanı az vermiş ola bilərsiniz ki, bu da yanlışdır. Bundan başqa D vitamini istifadəsində ən çox yol verilən səhvlərdən biri D vitamini damlasını birbaşa uşağın ağzına damızdırılmasıdır. Ki, belə olduğu halda doza qaçağı ola bilər və bir damla damlatmaq istədiyinizdə 3-4 damla qaça bilər ki, bu mümkün bir haldır və bir damla istifadə etdiyiniz halda hər zaman 2 və ya 3 damla istifadə etməyiniz get-gedə D vitamininin dozasının aşmasına və hipervitaminoza səbəb ola bilər. D vitamini istifadəsində yol verilən digər səhv isə havalar isindikdə D vitamini profilaktikasını dayandırmaqdır. Belə ki, 2 yaşa qədər uşaqlara D vitamini isti fəsil, yay, qış asılı olmadan davamlı istifadə olunmalıdır. Odur ki, havalar istiləndə D vitamini profilaktikasını durdurmağınız yanlışdır və D vitamini istifadəsində yol verilən sonuncu səhv isə uşaq doğulandan sonra D vitamini 20 gündə başlanmasıdır ki, son protokollar D vitamini istifadəsini artıq körpə dünyaya gəldiyindən etibarən, yəni yeni doğulan gündən etibarən başlanmasını tövsiyə edir.